Salam dostlar. Bugün İngilis dilində to be feilini öyrənəcəyik. Bu, İngilis dilində ən çox istifadə edilən feillərdən biridir. Hazırsınız? Gəlin başlayaq. İlk öncə to be feilinin nə olduğunu başa düşək. Bu feilin məqsədi sadəcə mövcudluğu və ya vəziyyəti bildirməkdir. Belə ki, I am happy cümləsini götürək. I am happy. Bu cümlə çox sadədir. Mən xoşbəxtəm. Nəinki özümüzü bir vəziyyətdə ifadə edə bilərik, həm də başqalarına öz hisslərimizi bildirə bilərik. Növbəti cümlə. You are my friend. Gəlin bu cümləyə baxaq. Burada you are demək, sən mənimsəndir. Bunu ifadə edərək başqalarına onların kim olduğunu bildirə bilərsiniz. Sən mənim dostumsan. You are my friend. Üçüncü cümlə. She is beautiful. Əgər birini tərifləmək istəyirsinizsə, bu cümlə mükəmməldir. She is beautiful. O gözəldir. Nə qədər asandır, deyilmi? Qeyd edək ki, İngilis dilində o sözünün 3 fərqli qarşılığı var. Birinci, kişi cinsi üçün, ikinci, qadın cinsi üçün, üçüncü isə əşya yaxud da heyvanlar üçün. Birinci nümunədə baxdığımız she is beautiful, bu she burada qadını bildirir. Kişilər üçün istifadə etdikdə he əvəzliyindən istifadə edəcəyik. He is my brother. O mənim qardaşımdır. Əşya və ya heyvanları adlandırmaq üçün isə it əvəzliyindən istifadə edəcəyik. It is my bag. O mənim çantamdır. Azərbaycan dilində bildiyimiz kimi bu cür ayrımlar yoxdur. Biz hamısına o deyirik. Amma İngilis dilində bu fərqləri bilmək vacibdir. Dördüncü cümlə. They are here. Yəni, onlar buradadılar. Burada they are istifadə edirik. Bu sadə cümlə ilə biz insanları və ya əşyaları bir yerdə və ya bir vəziyyətdə olduğunu təyin edə bilirik. Unutmayın dostlar, to be feilini gündəlik həyatda istifadə etməklə İngilis dilində danışığınızı daha yaxşı edə bilərsiniz. Hər gün kiçik addımlar ataraq böyük nəticələr əldə edə bilərsiniz. Dostlar, dərsimizi bitirməzdən əvvəl gəlin birlikdə qısa bir praktik edək. Hazırsınız? Gəlin yoxlayaq. Öyrəndiklərimiz yadımızdadırmı? Videonu izlədiyiniz üçün çox sağ olun. Daha çox İngilis dili dərsləri üçün kanalıma abunə olmağı unutmayın. Yeni dərslərdə görüşənədək. Hələlik.